Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Bəli, Hüseyin müəllim, biz keçən verilişdə işarə etdik ki, tövhidin mərhələlərindən də biri ibadətdə olan tövhiddir. İbadətdə olan tövhidi dedik ki, iki mərhələdə biz bəyan edə bilərik. Biri etiqad və inanc mərhələsində, biri də əməldə. Etiqad mərhələsi budur ki, biz etiqad və inancımız bundan ibarətdir ki, yeganə varlıq ki, yəni ibadət ona layiqdir, yalnız və yalnız Allah Taala'dır. Allah Taala'dan başqa heç bir varlıq şəxsiyyətindən, kimliyindən, məqamından asılı olmayaraq ibadətə layiq deyil. İbadət o varlığa aiddir ki, o xaliqdir, o Rəbbdir, o müdəbbirdir. Bütün varlıqların ixtiyarı ondadır. O da yeganə olaraq Allah Taala'nın özüdür. Bu baxımdan dedik ki, əgər bir nəfər indi gedir bir dənə böyük bir varlığın, əzəmətli bir varlığın qarşısında təzim edir, bu əgər bu qəsdlə olarsa ki, o mənim yaradanımdır, o mənim xaliqimdir, o mənim mürəbbimdir, o mənim müdəbbirimdir, bu etiqadla ona təzim eləsə, bəli, bu olur ibadət və olur şirk və hər kəs bunu etsə olur müşrik. Amma biz dedik ki, hansı şiə, yəni şiələrin laf avamından gedin soruşun. Hansı bir avam şiə gedib Əhl-i Beyti ziyarət edəndə, Peyğəmbəri ziyarət edəndə, onun qarşısında təzim edəndə, onun mübarək qəbrinin qarşısında təzim edəndə Peyğəmbəri xaliq bilir, Rəbb bilir, Malik bilir, müdəbbir bilir. Xeyr, deyil ki, bu Allahın Peyğəmbəridir, Allahın bəndəsidir, amma yaxşı bəndəsidir, sevimli bəndəsidir. Allah Taala onun necə deyirlər, məqamı ali olduğu üçün onu Peyğəmbər kimi eləmişdi, seçmişdi. Bəs buna əsasən ibadəti ki, Allahdan başqasına münasib deyil, məqsəd o təzimdir ki, biz təzim edək biqəsdir rububiyyə. Yəni təzim etdiyimiz varlığı rububiyyət niyyəti edib eləyək. Siz də gözəl vurğuladınız keçən verilişdə, bəs burada qəsdin, niyyətin əhəmiyyəti vardır. Bəli, mən bir dəfə atıya təzim edirəm, müəllimimə təzim edirəm, müctehidimə təzim edirəm, din aliminə və Peyğəmbər imam. Bunlar təzimində əgər qəsdim onların Rəbb olmağı, xaliq olmağı olsa, bəli, insan atıya da təzim eləsə olacaq şirk. Amma mən hansı müsəlman belə eləyir? Sünnisi olsun, yoxsa şiəsi olsun. Allah Teala Quran-ı Kərimdə deyir ki, ata-anaza nə eləyin? İtaət edin, təzim edin, Peyğəmbərə, imama, Peyğəmbərə itaət etmək mütləq şəkildə, ulul əmrə itaət etmək mütləq şəkildə, yəni onlara təzim etmək və onların sözündən çıxmamalıdır. Bəs fərqi vardı. Amma bu ki, buyurdunuz, bütpərəstlər də keçmiş zamanda, əlbəttə bütpərəstlərin keçmişi, indikisi yoxdur. İndi müasir zamanımızda da bəli, bütpərəstlər var. Ən böyük inkişaf eləmiş dövlətlərdə belə görürsən ki, bütə istifadə edirlər. Baxın, Allah Teala Quran-ı Kərimdə bunu bəzi vəhhabilər irad edirlər. Allah Teala Quran-ı Kərimdə bütpərəstlərin dilindən nəql edir ki, onlar deyir ki, ma nə'buduhum, biz bu bütlərə ibadət etmirik, illa liyuqarribuna iləllahi zulfa. Biz onlara bu məqsədlə ibadət edirik ki, bizi Allaha yaxınlaşdırsınlar. Diqqət edin, onların sözünə bu diqqət edin. Biz onlara ibadət edirik. Bəs onlar ibadət edirdilər. Qəsdləri və niyyətləri də bu idi ki, o bizim nəyimizdir? Mürəbbimizdir. Onlar, baxın, siz gözəl işarə elədiniz verilişlərin birində. Dediniz ki, nə bilim, göy Allahı, yer Allahı, su Allahı, günəş Allahı, onlar Rəbb bilirdilər. Amma Allahı Rəbbül Ərbab bilirdilər. Buna xatir gəlib biz deyirik ki, bütə sitayiş eləmək olmaz. Bu birinci məsələ. İkinci məsələ, hansı dəlilə əsasən bütə sitayiş eləməklik, hətta Rəbb niyyəti olmadan da caizdir? Biz deyirik ki, Peyğəmbərə, imama, nə bilim, valideynə, müəllimə Allah Teala özü əmr edib ki, deyilir, təzim eləyin, onların hörmətini gətirin. Amma bütlər yoxdur. Bəs onunla bunun fərqi var. Bir dənə kitab var, səhv etməsəm, dəqiq yadımda deyil. Elə bilirəm, Azərbaycan dilinə tərcümə olunub. Əgər olubsa, çox yaxşı, əziz tamaşaçılar da müraciət eləsinlər. Kitabın adı Kəşfül İrtiyabıdır. Kəşfül İrtiyab kitabı Seyyid Muhsin Əmin yazıb. Məqsəd də elə bu vəhhabilərə cavab verməkdir. Oradan mən bir ibarə burada qeyd eləmişim. İstəyirəm, əziz tamaşaçılara da çatdırım onu. Seyyid Muhsin Əmin, Kəşfül İrtiyab kitabı 167-ci səhifədə. Buyurur ki, və haza huvəl fariq beynət təvəssül vəl istişva bir rəsul vəl əimmə və beynə ibadətil müşrikin li əsnamihim. Bu dediyim məsələ əsas fərqdir.
Nə ilə? Peyğəmbərə, imamlara təvəssül və onları şəfaətçi qərar verməklə müşriklərin öz bütlərinə ibadət etməyin arasında olan əsas fərq budur. Hansıdır fərq? Bu ki, fəinnəhum, yəni bu müşriklər yəbudunəha, bu bütlərə ibadət edirdilər. Əvvələn ibadət edirdilər. Biz ki, ibadət etmirik. Özdə necə ibadət edirlər? Yəbudunəhə ibadətən, elə formada ibadət edirdilər ki, la təliqu illa lirrabbi təala. Elə formada, elə şəkildə ibadət edirlər ki, o ibadət yalnız və yalnız kimə məxsusdur? Allaha məxsus. Yəni Allaha məxsus olan ibadəti gətirirlər, kimə eləyirlər? Bütləri eləyirlər. Bi xilafı mən təvəssələ ileyhi vəstəşfə bihim. Amma bu o şeyin əksinədir ki, müsəlmanlardan bəziləri, yəni şiələr, hətta mən deyərdim sünnilər də, bu vəhhabilər caiz bilmirlər. Sünnilər də, elə şiələri də Peyğəmbərə təvəssül edirlər, Peyğəmbəri özlərinə şəfaətçi qərar verirlər. Fəinnəhu təbərrukum bihim və cəələhum vəsilətən littəqərrub. Bunlar Peyğəmbəri, imamları vəsilə qərar verirlər Allaha çatmaq üçün. Bunlar Peyğəmbərə və necə deyirlər, əhl-i beytə heç vaxt ibadət etmirlər. Bəlkə şəfaətçi və vasitə qərar verirlər. Amma o ki, qaldı Hüseyn müəllim, sizin ikinci sualınıza ki, Allah biz Peyğəmbərin ziyarətinə gedəndə, imamların ziyarətinə gedəndə, biz ki, təvəssülü caiz bilirik. Biz onları vəsilə qərar verə bilər öz hacətlərimizə yetişmək üçün. İndi bir nəfər gəlir, deyir ki, mən gedirəm ziyarətdə, Məşəd ziyarətində, İmam Rıza əleyhissalamın ziyarətində deyirəm ki, ilahi, sənə and verirəm İmam Rıza əleyhissalama xatir, yəni onun vəsilə qərar verirəm ki, mənim müşkülümü həll elə. Həqiqətən mən kimdən istəyirəm? Allahdan istəyirəm. Amma şəfi qərar verir. Bi haqqi İmam Rıza əleyhissalam. Onun hörməti Allah yanında çox. Onun hörməti Allah yanında olduğu üçün onun şəfi qərar verirəm ki, Allah Taala şəfi, yəni vasitəsi qərar verirəm. Bir dəfə də deyirlər, gedirəm İmam Rıza əleyhissalamın özündən birbaşa istəyirəm. Bunun iradi işğalı var yoxsa yox? Birincisi heç cür işğal yoxdur, heç kim də iradə edə bilmir. İkincinin necə? Deyir ki, bunun da iradə işğalı yoxdur. Niyə? Bax, etiqad mühümdür, inanc mühümdür. Mən gedib İmam Rıza əleyhissalamdan istəyəndə də deyirəm, ya binə Rəsulullah, sənin Allah yanında elə bir məqamın vardı. Allah Taala sənə bu icazəni verib. Sən eləyə bilərsən mənim hacətimi verəsən. Birbaşa demirəm ki, Allahın izni olmadan İmam Rıza da mənə verə bilər. İmam Əli də mənə verə bilər, Peyğəmbər mənə verə bilər. Deyir, xeyr, inancım budur ki, əgər İmam Rıza əleyhissalam da mənə versə, Allahın izni iləndir. Necə ki, Allah Teala Qur'an-ı Kərimdə deyir ki, Həzrəti İsa əleyhissalam xəlq elədi. Torpaqdan, palçıqdan bir quş xəlq elədi, amma Allahın izni ilə. Mən deyirəm, Allah Teala həmin izni Peyğəmbərə və Peyğəmbərin 12 dənə haqq olan xəlifəsinə bu məqamı verib. Bəs buna əsasən nəinki imamlara, böyük alim Həsənzadə Amili təzə dünyasını dəyişib də müasir alimlərdən biridir. Deyir ki, nəinki İmam Rıza əleyhissalamdan, deyir, mən bəzən öz problemləri gedirəm Seyyid Əbdüləzim Həsənidən alıram. Onun da məqam, yəni Allah övliyaları. Kimin Allah yanında aburu varsa, hörməti varsa, biz onlardan öz hacətlərimizi istəyə bilərik. Amma buna diqqətimiz olsun ki, bunlar əgər verərlərsə, Allahın izni ilə verirlər. Yəni, həqiqətdə Allah verir. Allah verir, amma Allah onların hörmətinə. Amma yenə də deyirəm, bunlar müstəqil hesab etməklik olur şirk. Müstəqil hesab etməyəndən sonra deyir ki, Peyğəmbər Allahın bəndəsidir. Amma Allah Taala ona bu məqamı verib, bu icazəni verib, bu izni verib ki, onlar eləyə bilərlər, bizim hacətlərimizi versinlər. Üstad, üzr istəyirəm, sizin bu sözünüzə qüvvət var. Bunu adi qısa bir, belə deyək, misalla da demək olar. Məsələn, bir uşaq gəlir, atasında pul var, belə deyək, atasına deyə bilmir. Gəlir anasının vasitəsi qərar verir. Amma bir vaxtda ki, məsələn, atası verə bilər pulu, amma anasında yoxdur. Nə qədərsə anasına da versə, anasına desə, anasında yoxdur, verə bilmir. Gərək ata versin, məsələn, ana versin. Bir dəfə ananı vasitə qərarı verir, bir də ki, ananın əlində atanın pulu vardı, deyir ki, ata sən onsuz icazə verib də, birbaşa ananın özündən. Gözəl misal idi. Bəli, təşəkkür edirəm, Üstad, minnətdarıq.